Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səlnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid İlham Allahverdi oğlu Fərzəliyev. Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şücaət göstərmiş qəhrəman oğullarımızdan biri də kapitan İlham Fərzəliyev idi. O, Kəlbəcər rayon Tövlədərə kəndində dünyaya göz açıb. Kapitan İlham Fərzəliyev tabiçiliyində olan əskərini xilas edərkən şəhid olmuş, Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbirstanlığında dəfn edilmişdir. 44 günlük müharibədə yaxşı iştirak elədi, canla, başla, əskərlərinə şəhid vermədi. Noyabrın 15-i idi, getdi Kəlbəcərə. Kəlbəcərdə də canla, başla qulluq elədi. Mənim qardaşım İlham çox cəsur oğlan olub, qorxmaz olub, pəhlivan olub. O mənə at olub. O 44 günlük müharibədən sağ-salamat gəldi odun içindən, o alovun içindən. Deyirdi bacı, neçə gün qaldıq? 24 gün, yoxsa 14 gün qaldım mühasirədə. O qardaşım bir dənə saldatım vermədi içkiyə. Camış dağ istiqamətlərində gedən döyüşlərdə döyüşün ilk günlərindən sentyabrın 27-si günü gecədən öz şəxsiyyətindən biri də düşmənin ön xəttinin yarılmasında iştirak eləmişdi. Yəni qürur duyucu, qürur verici bir komandir idi ki, yəni o tabiçiliyində olan şəxsiyyətdən itki vermədi. 2 nəfər şəxsiyyəti yüngül güllə yarası almışdı. İlham döyüşdən sağ çıxmışdı. Hadisə oldu, özü gözləmədiyimiz vaxt İlhamın həyatı heyl oldu. İlham Mirov istiqamətində döyüşlərdə idi. O üzə azad edib torpaqlarımızı keçmişdilər. İlham orada bir erməni ilə əlbəyaxa olmuşdu. Silahı atıb yerə. İlham onu əlbəyaxa məhv eləmişdi. İlham elə döyüşlərdə iştirak eləmişdi. Canını qoymuşdu. Mənim atam igiddir, o qəhrəmandır, vətənə hər zaman can yandırandır. Atamı görmürəm, görmən haçandır, həsrətlə atamı gözləyirəm mən. Bilirəm vətənin keşiyindədir, gündə neçə düşmən məhv edib, qulağım hər zaman mənim səsdədir, həsrətlə atamı gözləyirəm mən. İlham Fərzəliyev kimi minlərlə vətən övladının bizlərə əmanət qoyduğu doğmaları dövlətimizin başçısı Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub və daima dövlət başçımızın xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə vətən müharibəsi iştirakçısı mərhum kapitan Fərzəliyev İlham Allahverdi Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar.
Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.